Quba rayonuna səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva ilk olaraq STEAM mərkəzini ziyarət etdilər. Yaradılan şəraitlə yaxından tanış oldular. Bildirildi ki, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan məktəblərində 2019-cu ildən etibarən STEAM layihəsinin geniş tətbiqinə başlanılıb. Bu yanaşma vasitəsilə platforma gələcək nəsillərin innovasiya yönümlü, texnoloji biliklərə malik, yaradıcı və analitik düşüncəyə sahib fərdlər kimi formalaşmasını hədəfləyir. Leyla Əliyeva və Alena Əliyeva uşaqlarla söhbət edərək əldə etdikləri bilik və bacarıqların tətbiqi ilə maraqlandılar. Sonda uşaqlar və məktəbin kollektivi ilə xatirə fotosu çəkildi. Sonra Leyla Əliyeva və Alena Əliyeva Qubada şəhərin əhəmiyyətli tarixi memarlıq abidələrindən olan Cümə məscidini ziyarət etdilər. Ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə bildirdi ki, məscid 19-cu əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Həmçinin vurğulandı ki, məsciddə Quran kursu fəaliyyət göstərir. Leyla Əliyeva və Alena Əliyeva Quran dərsi keçirilən otaqla da tanış oldular. Leyla Əliyeva və Alena Əliyevaya Quran-ı Kərim hədiyyə edildi. Səfər çərçivəsində Leyla Əliyeva və Alena Əliyeva Quba şəhərində internat tipli ümumtəhsil məktəbinə də baş çəkdilər. Sinif otaqları ilə tanışlıqdan sonra onlara şagirdlər tərəfindən hazırlanan bədii proqram təqdim edildi. Uşaqların asudə vaxtlarının təşkili ilə də tanışlıq oldu. Şagirdlərə hədiyyələr təqdim edildi. Leyla Əliyeva Vətən müharibəsi qəhrəmanı başgizir şəhid Şahin Allahyarovun ailəsini ziyarət etdi. Şahin Allahyarov Vətən müharibəsində Füzuli, Cəbrayıl və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edib. Şuşa döyüşləri zamanı şəhid olan başgizir Quba rayonunda dəfn olunub. Səfər çərçivəsində Leyla Əliyeva Qubada arıçı Zəfər Əzizovun evinə baş çəkdi. Səmimi mühitdə keçən görüşün davamında Leyla Əliyeva arı mumundan təbii şamların hazırlanmasında yaxından iştirak etdi. Vurğulandı ki, 1997-ci ildən peşəkar arıçılıqla məşğul olan ailə 2010-cu ildən ballı pətək brendi ilə fəaliyyətini genişləndirib. Sonra Leyla Əliyeva aztəminatlı ailələr üçün təşkil olunan iftar süfrəsində bizim mətbəx layihəsinin könüllüləri ilə birlikdə yeməklərin hazırlanmasında iştirak etdi. Rayon ictimaiyyəti və şəhid ailələri ilə bircə iftardan sonra dualar oxundu. Daha sonra Leyla Əliyeva Azərxalça Açıq Səhmdar Cəmiyyətinin Şabran filialında usta toğucuların birgə zəhməti nəticəsində ərsəyə gələn Şuşa məscidi üçün hazırlanan növbəti xalçaların kəsim mərasimində iştirak edib. Şuşa məscidinin ikinci mərtəbəsinin interyeri üçün nəzərdə tutulan xalçalar milli xalçaçılıq ənənələrinə uyğun olaraq xüsusi dizayn əsasında hazırlanıb. Ümumilikdə Şabranda toxunan iki xalçanın ərsəyə gəlməsində 50-yə yaxın toxucu qadın iştirak edib. Xüsusi olaraq yeni və fərqli üslubda 2 dəzgah sifariş edilib. Hər iki xalçanın toxunmasına 2025-ci ildən başlanılıb.